Hər vaxtınız xeyir. Mirzə Fətəli Axundzadənin yaradıcılıq haqqında mən bu gün qısa izah verəcəm və Mirzə Fətəli Axundzadənin ümumiyyətlə əsərlərini mən kanala yerləşdirmişəm. Çalışın təkrar üçün kanaldan əsərlərlə yenidən baxın, imtahanı artıq çox az qalıbdır. Mirzə Fətəli Axundzadə haqqında ümumi məlumat yaradıcılığına lirik şeirlə başlayıbdır. Deməli, Səbuhi sübh adamı təxəllüsü alıbdır. Səbuhi, deməli bunun təxəllüsü Sabuhidir. Azərbaycan və fars dillərində yazıbdır. İki dildə yazıb, həm Azərbaycan, həm fars dillərində nəzm və nəsrdə əsərləri var idi. Daha sonra dramatik növün əsasını, komediyanın əsasını qoyubdu. Yeni dövr Azərbaycan ədəbiyyatının ikinci mərhələsində maarifçi realizm dövründə yaşayıb yaratmış sənətkarlarımızdan biri olmuşdur. Həmçinin Mirzə Fətəli Axundzadə poema müəllifidir. Mirzə Fətəli Axundzadənin gəlin yaradıcılığına keçək. Hansı hissədən? Baxın bu hissədə. Deməli, dedik ki, Səbuhi təxəllüsü ilə əsərlərini yazıbdır. Səbuhi sübh adamı deməkdir. Zəmanədən şikayətli şeiri var idi ki, baxın bu şeiri idi, amma burada süjet əlaməti də özünü göstərirdi. Daha sonra ondan bizə gəlib çatıbdır Matəm qəsidəsi, amma dili nə idi? Fars dilində qələmə alınmışdı. Matəm qəsidəsi həmçinin ilk çap əsəri idi. Daha sonra onun Puşkinin ölümünə şərh poeması adlandırmışdı. Bax, əvvəl Matəm qəsidəsi yazıbdı. Matəm qəsidəsinin əslində Puşkinə yazıbdı. Sonra da o şeirin adını dəyişib qoyubdu. Puşkinin ölümünə şərh poeması. Daha sonra yeni əlifba haqqında mənzumə yazıbdır ki, yeni əlifba haqqında mənzumə isə baxın bu hissəni də yadda saxlayın ki, avtobiografik əsər səciyyə daşıyırdı. Çünki özü haqqında məlumat veribdi. Yeni əlifba deyəndə hər kəs elə bilir ki, ana dilində yazılıb. Xeyr, fars dilində yazmışdı yeni əlifbanı da. Daha sonra onun hansı şeirləri gəlib çatıbdı? Molla Əli şeiri, Hekayət-i Seyid Molla Ələm Səlyani, Həcib və Əbdülrəsilxan. Bunları yadda saxlayın. Əli, ələm, bir də həcv. Əli, ələmi həcv elədi. Deməli, bu da onun şeirləri idi ki, həmin şeirdə cəmiyyətdə şər və xislətli insanlarda gördüyü nöqsanları tənqid edirdi. Gəlin bir dəfə də təkrar eləyək görək. Dedik ki, yaradıcılığa lirik şeirlə başlayıb, Səbuhi təxəllüsü ilə yazıbdı. Daha sonra 3 ədəbi növdə yazan ilk sənətkarımızdır. Bax, ilk sənətkarımız buydu ki, lirik, epik, həmçinin dramatik növdə əsərləri var idi. Bax, 3 dənə növdə yazıbdı və bu ilk deməkdir. Həm nəzmlə, həm nəsrlə yazıbdı. İlk povestin müəllifidir, Aldanmış Kavakı, poema müəllifidir. Dramatik növdə komediyanın əsasını qoymuşdu. Dedik ki, Səbuhi təxəllüsü ilə yazıb, zəmanədən şikayət lirikası idi, amma süjet əlaməti var idi. Matəm qəsidəsi əsərini yazmışdı və onun ilk çap əsəridir. Sonradan adını dəyişib Puşkinə ölümünə şərh poeması qoyubdu. Daha sonra yeni əlifba adlı mənzumə əsəri var idi, amma fars dilində yazmışdı. Avtobiografik səciyyə daşıyırdı, çünki özü haqqında məlumat vermişdi. Əli, ələm və həcv. Bu da şeirləri idi. Cəmiyyətdəki şər xislətli insanlarda gördüyü nöqsanlardan yazmışdı. Mirzə Fətəli Axundzadə maarifçilik ideyalarını geniş yaymağa imkan verən dramaturji yaradıcılıqla başlamışdı. Onun ilk əsəri 1850-ci ildə yazılıbdı. Hekayət Molla İbrahim Xəlil Kimyager və beləliklə dramatik növün əsasını qoymuşdu və bu komediya janrında ümumiyyətlə əsərlərinin hamısını komediya deyəcək. Burada cəhalət və fırıldaqçılıq pislənmişdi. Güya ki, burada İbrahim Xəlil ölüləri dirildirdi. Daha sonra onun ikinci əsəri Hekayət-i Misyojordan Həkimi Nəbadət Dərviş Məstəli Şah. Bax, bunların illərini yadda saxlamaq lazımdırmı? Əlbəttə lazımdır ki, Misyojordan əsəri ilə İbrahim Xəlil Kimyager əsəri 1850-ci ildə yazıb. Bax, ikisində də cadu var idi. Demək, ikisində də seyir var idi. İkisi də eyni ildə yazılmışdı. Burada da gerilik, ətalət, zəhalət. Axı, burada Məstəli Şahda qadınlar fala inanırdı. Gerilik, ətalət, zəhalət özünü göstərirdi. Gəncləri inşafa, dünyəvi elmləri öyrənməyə səsləyirdi. Yəni, Şahbaz bəyin simasında. Mövzusu kənd həyatından alınmış Hekayət-i Xırs Quldurbasan. Deməli, Hekayət-i Xırs Quldurbasanın mövzusu haradan alınmışdı? Kənd həyatından alınmışdı. Komediya idi, yenə də Bayramla Tanverdi obrazı canlandırılmışdı. Burada da köhnə qaydalar, mühafizəkarlıq, zorakılıq tənqid edilirdi və qarşılıqlı məhəbbət idi. Yeni ailə münasibəti, qadın şəxsiyyətinə hörmət isə ön plana çəkilirdi. Hekayət-i Vəzirxani Lənkəran əsəri isə 1851-ci ildə yazılıbdı. Baxın, görürsünüz, Xırs Quldurbasan da 51-də yazılıbdı. Vəzirxani Lənkəran əsəri də 51-də yazılıbdı. Bunu necə yadda saxlayaq? Bax, Xırs
Xan. Bunların ikisi də eyni ildə 51-ci ildə yazılmışdı. Hekayət Lənkəran burada da xanlıqlar dövründən alınıb ailə məişət mövzusunda yazılmışdı. Burada da sevgi məsələsi, feodal ictimai siyasi dövlət quruluşu qarşılıqlı əlaqədə təsvir edilmişdi. Xanlıq vardı ya, burada sevgi məsələsi və feodal ictimai siyasi həyatı da var idi. Sevgi unutmayın, burada sevgi də var idi. Daha sonra xəsislik mövzusuna yazılıb 52-ci ildə yazdığı əsəri Hekayət Mərdi Xəsisi idi. 1852-ci ildə yazılıbdı. Digər adı isə Hacı Qara idi. Hətta bu teatra qoyulmuşdu 1873-cü ildə. Deməli, ilk dəfə Lənkəran əsəri qoyulub, sonra bu xəsis əsəri qoyulmuşdu. Burada da 200-lü tacir Hacı Qara idi, tacir idi. Daha sonra tamaşkar Acgöz idi. Satirik qəhrəman, müflisləşmiş bəyliyin nümayəndəsi Heydər bəy obrazı da burada canlandırılmışdı. Deməli, Heydər bəy də mənfi surətdə verilmişdi. Hətta Heydər bəy əməyə xor baxırdı. Tüfeyli həyat, oğurluq, quldurluq arzusu ilə yaşaması o dövrün bəlası kimi qiymətləndirirdi. Sonuncu əsəri isə mürafiə vəkillərinin hekayəti 1855-ci ildə qələmə alınmışdı. Burada da çar hakimlərinin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərdə olduğu kimi bu əsərdə də ədbin hadisələr Cənubi Azərbaycanda baş verdiyi təsvir edildi. Burada da tənqid hədəfi Ağamərdan Halvaçı oğlu canlandırılmışdı. Həmçinin məmurların hiyləgərliyi, fırıldaqçılığı, acgözlülüyü var idi. En son Aldanmış Kavakib povest janrının əsasını qoymuşdu. Bu əsəri yazmaqla da bədii nəsrin dəyərli nümunəsini yaratmışdı. Gəlin bir dəfə təkrar eləyək ümumiyyətlə. Görək nə öyrəndi. Mirzə Fətəli Ağundov ədəbiyyatımızda ilk dəfə 3 növdə yazan sənətkarlarımızdan biri idi ki, 3 ədəbi növdə yazıb. Lirik, epik və dramatik növdə həm nəzmlə yazıb, həm də nəsrlə yazıbdı. Və komediya janrının, povest janrının əsasını qoyub, həm də poema yazıbdı. Dedik ki, əsərlərini Səbuhi təxəllüsü ilə yazıbdı. Onun lirik növdə yazdığı əsərlərini gəlin işarələyək. Zəmanədən şikayət, Matəm qəsidəsi, sonradan adını dəyişib Puşkinin ölümünə şərq poeması, həmçinin Yeni əlifba haqqında mənzuma əsəri avtobiyografik səciyyə daşırdı və onun bu əsərləri fars dilində yazılmışdı. Əlidi, Ələm və Həcbi əsərləri dedik ki, cəmiyyətdə gördüyü nöqsanları tənqid edirdi. Daha sonra maarifçilik ideyaları əksini tapdığı dram əsərləri var idi. Hekayət Molla İbrahim Xəlil Kimyagər, həmçinin deyirik ki, Məstəli Şah əsəri 1850-ci ildə qələmə alınmışdı. Burada cəhalət, ədalət pislənirdi. İlk komediya əsəri isə İbrahim Xəlil Kimyagər əsəri idi. Hekayət Xırs Quldurbasan əsərində dedik ki, kənd həyatından alınmışdı. Burada zorakılıq, mühafizəkarlıq, köhnə qaydalar tənqid edilirdi. Qarşılıqlı məhəbbət idi, qadın şəxsiyyəti isə ön plana çəkilirdi. Hekayət Vəzirxan Lənkəran ilk dəfə teatrda səhnəyə qoyulan əsəri idi. Xanlıqlar dövründən alınıb, sevgi məsələləri, feodal, ailə məişət münasibətlərinə toxunulubdu. Xəsislik mövzusuna yazdığı əsəri isə Hekayət Mərdi Xəsis əsəri idi ki, 1852-ci ildə yazılmışdı. Demişdim ki, xan və deməli bir də xırs sözündən yadda saxlayın 1851-ci ildə yazılıb. Xəsis sözündə isə 1852-ci ildə yazılıbdı. Bu da təkcə bir dənə əsəri idi ki, o birilər 52-ci ildə yazılan digər bir əsəri yoxdur. Tamaşkarlıq var idi. Burada iki obrazın adını yadda saxlayın. Heydər bəy obrazı ilə deməli Hacı Qara obrazı, hər ikisi mənfi idi. Heydər bəy də əməyə xor baxan bir obraz kimi canlandırılmışdı. Mürafiə vəkillərinin hekayəti 1855-ci ildə yazılmışdı. Çar hakimlərin təqiblərindən qorunmaq üçün bir sıra əsərlərdə olduğu kimi bu əsərlərdə də ədəbi hadisələrə Cənubi Azərbaycanda baş verdiyini təsvir edirdi. Beləliklə Mirzə Fətəli Axundzadənin yaradıcılığı haqqında bu qədər.